Sizcə bu sadəcə bir əyləncədir, yoxsa cəmiyyətimizin yavaş-yavaş sürdüyü rəqəmsal bir bataqlıq? Hər gün qarşınıza çıxan o keşfiyyat əslində sizin vaxtınızı yox, şuurunuzu oğurlamaq üçün qurulmuş bir tələdir. Bu gün bu pərdəni biz qaldırırıq. TikTok, Azərbaycanın o heç kimin danışmaq istəmədiyi, amma hamının izlədiyi qaranlıq üzünə səyahət edəcəyik. Xoş gəlmisiniz. Bura reallığın bitdiyi yerdir. Gəlin səmimi olaq. Telefonu əlimizə alırıq, məqsədimiz bəlkə də 5 dəqiqə başımızı qatmaqdır. Amma bir də ayılırıq ki, artıq gecə olub və biz tanımadığımız, bəlkə də həyatda heç vaxt salam verməyəcəyimiz insanların canlı yayımda bir-birini təhqir etməsinə baxırıq. Özünə yoxsa! Tula, danışığı ver! Danışığı ver! Ya bu zoruydu ha özüm aramızda. Necə deyir də, mənə deyir ki, mən səhv salma, deyir, mən səhv salmıram, düz salıram. Oy, belə, pizdec. Azərbaycan TikTok segmenti. Bu ifadəni eşidəndə ağlınıza ilk nə gəlir? Elm, təhsil, incəsənət? Təəssüf ki, yox. Çoxumuzun ağlına ilk gələn şey söyüş, dilənçilik və mənəviyyatsızlıqdır. Amma bu videoda məqsədim kimisə linç etmək deyil. Məqsədim bu fenomenlərin niyə bu qədər məşhurlaşdığını və bizim, bəli, məhz sizin və mənim niyə onları izlədiyimizi anlamaqdır. Bugün Azərbaycanın ən sevilməyən, tənqid olunan, amma topda qalan TikTok tiplərini analiz edəcəyik. TikTok qəhrəmanları. Gəlin Azərbaycan TikTokunun qaranlıq ulduzlarını qruplaşdıraq. Onlar sevilmir, söyülür, amma hamı onları tanıyır və izləyir. Rəqəmsal dilənçilər. İri gövdəli, saqqallı kişilər və ya gənc qadınlar ekran qarşısında oturub heç bir məzmun yaratmadan sadəcə qışqırırlar. Dəstək olaq, vur, vur, bir dənə şir gəlsə filan şey eləyəcəm. Amma bu insanlar əmək sərf eləmədən sadəcə insanların emosiyaları ilə oynayaraq pul qazanırlar. Çünki səhər saat 7-də oyanıb, tıxacda qalıb, bütün günü fiziki və ya zehni əziyyət çəkən insanlar görür ki, bu adam ekranda meymunluq eləyərək bu pulu 1 saata qazanır. Bu ədalət hissini zədələyir ki, absurd dramalar, məntiqsiz, mənasız hərəkətlərlə gündəmə gələnlər. Epek zat diyorlar, hepsine diyorum. Ben oldum. Hareket ediyor. İşte hambu İslam'da, hambu İslam'ı bir de bilmiyorlar ki sıçsınlar bir yere, sıçsınlar bir yere. Onların qabiliyyəti yoxdur, səsi yoxdur, yumoru yoxdur. Sadəcə qəribə hərəkətlər eləyərək diqqət çəkirlər. İnsanlar onlara utancverici hissi yaşamaq üçün baxır. Biz onlara baxıb gülürük, amma əslində onlar bizə gülür. Çünki baxış sayı bərabərdir pul. 3. Ailə dəyərlərini satanlar. Ən təhlükəli qrup. Canlı yayında ən ağır, ən tərbiyəsiz söyüşləri söyləyənlər. Ana bacı müqəddəs deyərlər, amma bu onlar üçün heç nədir. Təəssüf ki, Azərbaycan segmentində ən çox izləyici yığanlar da elə onlardır. İzləyicilər şərhlərdə onları tənqid edir, amma yazdığınız hər mənfi rəy belə onları keşfətə salır. Keçək 4-cü hissəyə. Ailə zarafatı eləyənlər heç vaxt mənə çatmayıb da konkret. Nə deyim, yaşlılar mənə çox maraqlıdır. Hələ deyir ki, deyir ki, bu bizim zarafatımızdır. Heç kim povid götürə bilməz. Poxvu ya la, nə povid götürə bilməz. Ailə ilə nə yumor ola bilər? Yox, bana vurur. Mənlə yumor elə. Ailəni niyə qaçsan? Ya o qədər yumor şeyləri var ki, metodları var ki. Gəl ailə qatasan sən. Özünə o qədər hörmət eləmirsən. Bu elə tək şey deyil. Azərbaycanın demək olar ki, gəncləri var, bir sıra çoxalıb da. Nə bilim, ana zarafatı eləyən, ata zarafatı eləyən. Deyir, qaqa, biz ana zarafatı eləmirik. Amma deyir, ata zarafatı, baba zarafatı eləyirik, deyir. Deyir, amma o da sənin birinci dərəcəli qohumun sayılır da. Fərqi nədir ki? Yox, qaqa, deyir, ana müqəddəsdir. Qanıb qandıra bilmirsən da, yəni. Bu insanlar niyə sevinmirlər? Yaxşı, bəs bu insanlara qarşı olan ümumi nifrətin kökündə nə dayanır? Araşdırmalarım zamanı yüzlərlə şərh oxudum və əsas iradları sizin üçün topladım. 1. Asan qazanc təbliğatı. Gənclərimiz bu videoları izləyir və düşünür. Oxumağa nə ehtiyac var? Gedib TikToka girib 2 dəfə təlxəli eləyib bahalı maşın sürəcəm. Bu təhsil. Oxumağa nə ehtiyac var düşüncəsində olub, yəni TikToka baxandan sonra oxumağa nə ehtiyac var düşüncəsində olanların ağlını sikim. Konkret deyirəm ha.
təhsili və zəhməti gözdən salır. 2. Milli mənəvi dəyərlərin təhqiri. Azərbaycan cəmiyyəti ailəyə, böyüyə, hörmətə önəm verir. Amma TikTokda ən çox izlənən fenomenlər canlı yayında bir-birinin ən məhrəm məsələlərini ortaya tökür. Bu mədəni mentalitetimizi pozur və ölkənin imicinə ağır bir zərbədir. Aqressiya və zorakılıq. O sevilməyən fenomenlərin hamısı aqressivdir. Qışqırırlar, hədə-qorxu gəlirlər. Bu aqressiya ekrandan sızıb evlərimizə, məktəblərimizə dolur. Məktəblilər arasında artan bullyingin bir səbəbi də elə bu TikTok qəhrəmanlarıdır. 4-cü hissə, psixologiya. Bəs biz bunlara niyə baxırıq? İndi gəlin iynəni özümüzə batıraq. Çünki biz Əgər bu adamlar bu qədər sevilmirsə, bəs necə olur ki, canlı yayımlarında 5000, 10000 adam olur? Onları məşhur edən kimdir? Biz. Biz bir şeyə nifrət etsək də ona baxmaqdan özümüzü saxlaya bilmirik. Niyə? Çünki o insanların səviyyəsizliyini görəndə özümüzü onlardan daha ağıllı və səviyyəli hiss eləyirik. Beynimiz deyir, bax sən belə deyilsən, şükürlər olsun. Bu da bizim egomuza sığal çəkir. TikTok alqoritmi sizi daim gərginlikdə saxlayır. O davalar, o qışqırıqlar beyninizdə həyəcan siqnalları yaradır. Siz nəticəni görmək üçün sona qədər izləyirsiniz. O sevilməyən fenomenlər bunu çox yaxşı bilirlər. Onlar bilərəkdən sizi qıcıqlandırır. Sizin yazdığınız hər mənfi rəy onların cibinə girən pul deməkdir. Onlar ləyaqətini satıblar. Bəli. Bəs biz də vaxtımızı onlara satırıq. Həll yolu və sonluq. Bəs çarə nədir? TikToku bağlamaq? Təbii ki də xeyr. Qadağalar həmişə marağı daha da artırır. Çarə sadəcə ignor etmək mədəniyyətidir. Siz o bəyənmədiyiniz insanı paylaşanda, dostunuza göndərib buna bax, nə gündədir deyəndə əslində onu reklam eləyirsiniz. Alqoritm sizin nifrətinizi anlamır. O sadəcə aktivliyi görür. Əgər Azərbaycan gəncliyini, gələcəyimizi düşünürüksə, gəlin keyfiyyətli məzmuna dəstək olaq. Tarixdən mənə belə videolar mənə az gəlir. Özdə content 100.000 dəfə çəkilib. Sadəcə yəni mənasızdır. Əvvəl maraqlı idi 2022-də, hə, amma özdən eşitmişəm. Bilsən belə bir şey var da, indi bu təzə başlayıb da, bilsən sən təzə başlayan adama deyə bilərsən ki, filan qədər content, filan qədər məzmun, filan qədər edit falan elə. Əlbəttə ki, bu da sıfırdan yavaş-yavaş indi məzmun axtarır da. İndi fakt belə baxanda kanalın görünüşü falan tipi yaxşıdır. Sadəcə olaraq mikrofonu dəyişsə, məzmunu biraz daha maraqlı eləsə. Yəqin ki, Qaqaşı tanımıram. ChatGPT-dən istifadə eləyir mətin yazma barəsində. Onu da biraz başım buraxsa, demirəm ha, yəni yəqin ki deyirəm, yəqinlik edirəm. Onu da biraz başım buraxsa yaxşı olar da, yəni videoları qəşəng izlənir. Mənə elə gəlir. Belə biz hamımız bilir ki, TikTokda kim nədir, kim nədir. Sadəcə yenə bizə aşılamaq istəyir da, bir necə dərk, yəni şuurlu surətdə bizə izah edir ki, ay bala, ay gicdala. Perpetuğa baxma TikTokda. Bildin necə? Yəni belə. Bugün dəhşət soyuq var idi. Qəşəng videodur, bu qəlbə qolu salır.